Milli Məclisin mayın 1-də keçirilən iclasında Kamran Əliyevin yenidən baş prokuror təyin olunması məsələsi müzakirə edilib. Müzakirələrdən sonra məsələ səsə qoyulub. Deputatlardan bir nəfər Kamran Əliyevin yenidən baş prokuror təyin olunmasının lehinə səs verib. Əleyhinə olmayıb. Bir deputat bir tərəf qalıb. Tobalinfo AS Teleqrafa istinadən məlumat verir ki, səsvermədə bir tərəf qalan deputat Real Partiyasını parlamentdə təmsil edən Erkin Qədirlidir. Erkin Qədirli bunu təsdiqləyib. Ancaq səbəbləri barədə danışmaq istəməyib. Əlavə edək ki, ölkə konstitusiyasının 133-cü maddəsinə görə baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamına əsasən Azər Şaferdoğlu Məmməd Vəhimov Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini vəzifəsinə təyin olunub. Valyuta Azu Nikala istinadən məlumat verir ki, Məmməd Rəhimova nazir vəzifəsinin müvəqqəti icrası həvalə olunub. Bu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.